6 nəfərdən ibarət dəstə üzvləri, Gürcüstan vətəndaşları 29 yaşlı Ramil Vəliyev, 28 yaşlı Tahir Mollayev, 45 yaşlı İlqar Musayev, Mingəçevir sakini 31 yaşlı Həbib Qarayev, Tərtər rayon sakinləri 35 yaşlı Elnur Bayramov və 32 yaşlı Azər Cavadov saxlanılıb. Səbail polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, adları çəkilən şəxslər Biləsuvar rayon sakini 32 yaşlı Səbuhi Əliyevi girov götürüblər. Səbəb Səbuhi Əliyevin qrup üzvlərinə küllü miqdarda borcunun olması göstərilir. Onlar Səbuhidən pullarını geri ala bilmədikləri üçün onu girov götürərək işgəncələrə məruz qoyublar. Əvvəlcə döyüb zorla avtomobilə mindiriblər, sonra isə Səbail rayonu ərazisindəki evə aparıblar. Gördüm qaçmaq istəyir. Tutdum yaxasından şapalaq vurdum böyründən, fısı. Mən ondan sonra əyləşdim maşına. Səbuhini ora gətirənlər gecə xotordan çıxanda mən olmuşam. Azər olub, sonra bir də Məşədi olub, bir də Rahib olub da, yəni kimlərə pul borcluq olub da onlar olur. Qrup üzvləri Səbuhi Əliyevi döydükdən sonra onun əl qolunu bağlayıb müxtəlif işgəncələrə məruz qoyublar. Başıma da salafanı keçirdi, yumruq vurdu mədəmdən ki, nəfəs alıb verəndə istər-istəməz bilmirəm o necə olur. Yəni artıq gördüm ki, salafan ağzıma yapışır, nəfəs ala bilmirəm. Zərər çəkən pulu qaytarmaq üçün dəstə üzvlərindən əlavə bir neçə gün möhlət istəsə də, onlar deyilənləri məhəl qoymayıblar. Bir neçə gün işgəncələrlə günlərini başa vuran Səbuhi ham yatdıqdan sonra məni girov saxlayıblar. Polisə xəbər verin sözlərini yazaraq pəncərədən yol kənarına atıb. Lakin onun bu addımı bir nəticə verməyib. İkinci cəhddə isə ev telefonu ilə 102 xidmətinə zəng edərək polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Simnarə Həmid qızı, Space.